Həzrət Əli əleyhissalamın ibrətli kəlamları. Öncə haqqı bil, sonra kimin haqlı olduğunu bilərsən. Özünə rava bildiyini başqasına da rava bil ki, düzgün müsəlman olasan. Sənin həqiqi dostun sən olmayan yerdə səni müdafiə edəndir. Düşmənlərin ən böyüyü gizli düşmənçilik edəndir. Ləyaqətli insan ona göstərilən xoş münasibət və səmimiyyət qarşısında həddini aşmayandır. Günlər ömürlərinizin səhifəsidir. Çalışın onu gözəl əməllərinizlə əbədiləşdirin. Söz sizin ağzınızda olduğu müddətdə